Hər vaxtınız xeyir olsun, dəyərli şagirdlərim. Deməli, bu video yazısında biz artikel mövzusuna baxırıq. Yeni toplu 9-cu siniflər üçün olan 2025 test toplusunda olan artikel bölməsinə sıralama ilə deyil, random şəklində müəyyən seçilmiş testlərlə izaha baxacağıq ki, sizin üçün test işləyəndə ardıcıllıqla deyil, oradan-buradan işləyirik ki, rahat olsun. Deməli, birinci boşluqda baxırıq, bir də birinci testə baxaq. Birinci boşluqda baxırıq ki, Nil çayını nəzərdə tutur. Bilirsiniz ki, çaylarla, su hövzələrinə ümumiyyətlə demişik ki, D artikli işlənir. Ona görə birinci boşluğa D artikli götürə bilərik. Sonra ikinciyə baxırıq ki, burada river var. River bilirsiniz ki, çay deməkdir və çay sayılan tək isimdir. Qabağında beautiful təsvirçisi olmağına baxmayaraq, biz burada çaydan söhbət gedir və o təkdə olduğuna görə mütləq o boşluğa da E artikli verməliyik və ona görə də birinci boşluq D, ikinci boşluq E artikli düzgün cavab olur C bəndi. Sonra müəyyən şəkildə, məsələn üçün, 7-ci testə baxa bilərik. 7-ci testdə isə bizə nə deyir? 7-də baxırıq ki, birinci boşluğumuz nədir? Birinci boşluğumuz demişdik ki, əgər sözün sonunda est varsa da, is, deməli bu sifətin üstünlük dərəcəsidir və üstünlük dərəcədə ümumiyyətlə bir qayda olaraq həmişə sifətin üstünlük dərəcəsi Z artiklından işlənir. Deməli, birinci boşluğa biz Z verməliyik. İkinci boşluqda isə baxıram ki, New York, yəni şəhər adıdır. Təbii ki, biz qeyd elədik ki, şəhər, ölkə adları ilə qətiyyən heç bir artikl işləmir. İndi müəyyən o istisna ölkələr var. O halda artikl işlənər ki, ölkə adlarından orada United, Federation, Republic kimi müəyyən sözlər olsun. Amma burada şəhər adı gəldiyinə görə New York, ona görə burada heç bir artikl işlənməz, boş işlənir. Ona görə də birinci boşluq D artikli, ikinci boşluq isə boş olur. Olur düzgün cavab Y variantı. Yəni bu şəkildə siz də müəyyən tətbiq olunmuş qaydalara baxaraq və yazdığımız, qeyd elədiyimiz, izah elədiyimiz qaydalara baxaraq rahat şəkildə testlərinizi işləyə bilərsiniz. Biraz çaşdırıcı məqam kimi 9-cu testə baxa bilərik. Deməli, 9-cu testdə uşaqlar deyir ki, I saw elephant at ... Baxırıq ki, burada elephant gəlib və təbii ki, bu da sayılan tək isimdir. Harda sayılan tək isim görürüksə, qeyd eləmişik ki, onun qarşısına həmişə müəyyən, qeyri-müəyyən iki artikl olan ya E, ya N artiklı verilməlidir. Biz də baxırıq ki, fil sözü işlənib, elephant təkdədir. Mütləq qarşısına ya E, ya N verməliyik. S-i hərfi ingilis dilində sait hərfi olduğuna görə, təbii ki, saitlə başlananların qarşısına nə işlədirdik? N artiklı işlədirdik. Birinci boşluq olacaq N artiklı. İkinci boşluqda isə baxırıq, at the zoo işlənir uşaqlar. Ümumiyyətlə, qapalı məkanlarla at the deyə ifadəmizi işlədirik və buna görə də ikinci boşluğumuzda da D artiklı olmalıdır. N və D artiklı olur D variantımızda. Yəni, bu şəkildə testlərinizi rahat işləyə bilərsiniz. Sonra isə, məsələn, hara baxaq? Məsələn, 17-ci testimizə baxa bilərik. 17-ci testdə isə görək necə təyin eləməliyik. Dəqiq birinci bilirik ki, burada Asia işlənib, yəni qitədir. Qitələrlə də dedik ki, heç bir artikl işlənməz, boş işlənir. Deməli, boşluq olduğuna görə avtomatik C bəndidir, Y variantıdır, D variantıdır, bunları atırıq. Deməli, bizdə ya A variantıdır, ya B variantıdır. Sonra baxıram, he spent year gəlib uşaqlar. Burada year, yəni il deməkdir və o da təbii ki, sayılır və sayılan tək olduğuna görə bir ili nəzərdə tutur və buna görə də biz dəqiq olaraq bura işlətməliyik E artiklını və olur ki, he spent a year working in Asia. Yəni, bir il deyir o iş keçirdi Asiyada və tək olduğuna görə, bir il ifadə elədiyinə görə, sayılan tək olduğuna görə mütləq olaraq E artikli vermək lazımdır. Sonra isə digər bir testimizə baxaq, görək hansılar var ayırdıq. 21-ci testdə də məsələn üçün artıq demişdik ki, əşya haqqında ilk dəfə məlumat verilirsə bizdə, biz nə edirik? Ora N və ya E artikli işlədirik. Məsələn, baxırıq ki, deyir, this is an amazing story. Bu, maraqlı bir hekayədir. İkinci səfər isə artıq bu maraqlı hekayədən söhbət getdiyinə görə bu boşluqda artıq biz D işlətməliyik. Birinci olur N, ikinci olur D. D artiklını ona görə işlədirik ki, artıq hansı hekayədən söhbət getdiyini bilirik. Bunu nümunələrlə də izah eləmişdik. Əşya haqqında ilkin məlumat olanda qeyri-müəyyənlik, yəni ya E, ya N, artıq ikinci səfər o əşyanın adı çəkiləndə artıq orada Z artikli işlədirik. Ona görə burada da hansı olacaqdır? C variantı olur. Sonra digər, məsələn, elə burada baxa bilərik 27-ci testimizə.
Yaxşı, 26-ya baxaq, sonra 27-yə baxarıq. Deməli, 26-cı testimizdə isə New Zealand deyir uşaqlar. New Zealand haradır? New Zealand ölkənin adıdır və ona görə Yeni Zelandiya deməkdir. Təbii ki, ölkə adları qarşısında heç bir artikl işlənməz, boş işlənir. İkinci tərəfə isə baxırıq, Pacific Ocean işlənib. Ocean sözünü gördük, yəni bu sakit okean deməkdir. Demişdim ki, sea, river, ocean bu kimi sözlər görən kimi artıq avtomatik siz ora Z artiklını verməlisiniz. Ona görə düzgün cavab burada olacaq C bəndi. Sonra baxaq 27-ci testimizə. Uşaqlar, burada da baxıram ki, yenə də nə verilibdir? Sonda, yəni sözün sonunda est gəlibdir. Təbii ki, bu nədir? Üstünlük artiklı olacaqdır. Üstünlük dərəcə olacaqdır, Üstünlük dərəcə olduğu yerdə isə biz artıq bilirik ki, Z artiklı işlənməlidir. Və birinci boşluq olacaq Z artiklı. Birinci boşluq Z olduğuna görə yenə də burada boşluq olan B variantını və D variantı D artiklı gəldiyinə görə onları ikisini də çıxardırıq. Sonra isə baxırıq. There he is the one of the tallest students in group. Qrupda deyir, o ən hündür şagirddir. Deməli, burada müəyyən hansı ki, bu şagirdin oxuduğu qrupdan söhbət getdiyinə görə təbii ki, burada da Z artiklı verməliyik. Artıq müəyyən olan bir şeydən söhbət edən zaman biz orada mütləq Z artiklını işlətməliyik. Digərlərinə baxaq. Most məsələsinə demişdim sizə. Ona bənzər bir test 31-ci testdə most var. Deməli, most da iki halda mümkündür. Bir artiklla, bir artiklsız. Nə zaman artikl götürürdü? Əgər mostdan sonra biz dedik ki, məsələn üçün, bax 31-ci testdə mostdan sonra nə var? Mostdan sonra burada popular sözü gəlib, yəni məşhur deməkdir. Təbii ki, mostdan sonra sifət görürüksə, avtomatik qarşı tərəfə D artiklı verməliyik, çünki bu artıq üstünlük dərəcə gedir. Sifət bölünməsində bu haqda məlumatımız olacaq. İkinci tərəfə isə baxırıq ki, world gəlib, yəni dünya. Bu da nədir? Varlığı tək olanlardır. Sun'dur, moon'dur, earth'dur, world'dur. Bunlar varlığı tək olduqlarına görə mütləq Z artiklından işlənir və hər ikisi Z olur bizdə C variantı. Daha sonra isə baxaq digərinə. Məsələn, 70-ciyə baxaq. 70-də isə breakfast işlənmişdir. Biz bilirik ki, günün yeməklərindən breakfastdır, lunchdır, supperdir, dinnerdir. Bunlarla uşaqlar heç vaxt artikl işlənməz. Bir haldakı qabaqlarında əgər təsvir edici təyini varsa, burada isə heç bir təyin falan yoxdur. Sadəcə breakfast dediyinə görə biz breakfastdan heç bir artikl qoymuruq. Birinci tərəf boş olmalıdır. D variantı, E variantı, C variantı gedir. Qalırıq A və B arasında. Və təbii ki, burada bir dənə nə gördüm? Most sözünü gördüm və mostdan sonra isə important, vacib sözü gəlir. Təbii ki, sifətdir. Sifət olduğuna görə də deməli bu boşluğa nə gələcək? Tez gəlib baxırıq ki, D artiklı gəlməlidir. Boşluq D artiklı bizdə B variantındadır və breakfast is the most important meal of the day. Günün ən vacib, səhər yeməyi günün ən vacib, yəni yeməyidir. Daha sonra biraz daha irəlilərə gedək. Bunlar eyni gəlir. Məsələn, 77-ci biraz çətin ola bilər sizin üçün uşaqlar. 77-ci testə baxaq. 77-də isə deyir ki, we visited the Niagara Falls while we were crossing. Deyir, border between Canada-la United States-in, təbii ki, biz bunlar ölkə adlarıdır və bunlarla yola çıxaraq, uşaqlar, nə edə bilərik? Birinci Kanadadır deyə, nə olacaqdır? Bura boşdur. Kanada ölkənin adıdır və boşdur. Heç bir artikl qoymuruq. Amma ikinci tərəfdə nədir? United States. Deməli, United sözünü görən kimi nə verəcəyik? Z artiklı veririk. Boş və ikinci tərəf Z artiklı bir dənə bizdə A variantındadır və sərhəddi də müəyyən burada hər hansı bir sərhəddən deyil də Kanada və United'ın sərhəddindən söhbət getdiyinə görə, yəni bura nə verdik? D artiklını verdik. Əslində bildiyimizi müəyyən hansısa ki dəqiq bilirik, onu yerinə qoyandan sonra uşaqlar variantla işləmək daha rahat ola bilər. Sonra axırlara yaxın da bir ikisini deyim, yekunlaşdıraq. Uşaqlar, burada
Məsələn üçün 88 var. Belə tipliləri nətər işləyərək deyirsəsə, 88 var. Deməli baxaq. Əslində asandır. Nəyinə baxaq? There is ... art collection. Collection kolleksiyadır və təbii ki, sayılan tək isimdir. Mütləq qabağa qeyri-müəyyənlik bir artikl verməliyəm. Təbii ki, və ya ən. Art da bilirsiniz ki, bunun qarşısında işlənən sözdür. Saytla başlandığına görə biz bura ən verə bilərik. Deməli, A variantı, B variantı, boşluq olan C variantı gedir. D və Y arasında qalıram. Muzeydə deyir. Muzeydə, yəni ki, muzeydə gedir. Bu sadəcə yenə də in the museum işlənir. İfadəmiz budur məkanı olaraq və burada boze artiklını verdiyimizə görə qalır bizdə D variantı. Əslində rahatdır işləmək. Sadəcə olaraq qaydaları möhkəmləndirsə sizin üçün çox rahat olar. Daha sonra uşaqlar burada tək-tək hamısını demirəm. 97, 98 burada tutum bildirən sözlərimiz var idi bizim, xatırlayırsınızsa da. Bax o ifadələri yadınıza salsaz, bottle of, a jar of, bu belə ifadələrimiz var idi bizim və orada sayıla bilməyən isimlərin işlənməsi hallarında nəzərə alsaz, rahat tapa biləcəksiniz. Sonra davam eləyək. 103-cü testə baxaq. Yəni bu da əslində rahatdır. Brownlar ailəsini nəzərdə tutur. Artıq bu haqda məlumatımız var. Biz yəlikdən də bilirik, artikldan da bilirik ki, bütöv ailədən söhbət gedirsə, bura bir dənə Z verməliyik. Sonra Bakı təbii ki, şəhərli deyə boş olacaqdır. United sözünü gördümsə də, deməli ölkənin qabağında birləşmiş United sözü varsa, burada Z olacaqdır. Z olur, Z boşluq Z olur Y variantı. Sonra sonlara yaxınlaşdıq artıq. 107-ci test biraz qarışıq gələ bilər sizə. 107-ci testdə isə nə deyir? Universities of Oxford. Oxfordun universitetləri. Deməli, dünyadakı bütün universitetlərdən söhbət getmir. Müəyyən bir Oxfordun universitetlərindən söhbət gedir. Ona görə biz bura nə verməliyik? Z artiklını veririk. Yəni, birinci boşluğumuz olur Z. A variantını silirik. Bura yazırıq Z artiklı. İkinci tərəfə isə baxıram ki, most var və mostdan sonra famous gəlib. Yenə də sifət gəlib. Deməli, burada olacaqdır nə? D artiklı üstünlük dərəcədir. Axırda isə Europe nədir? Qitə. Qitə ilə də heç bir boş olur, artikl işləmir. Deməli, Z boşluq olur C variantında. Daha sonra elə yenə eyni gedir bir-biri kimi. Məsələn, 113-də də artıq görürük ki, üstünlük dərəcədir, dünya sözüdür. Yəni, bu şəkildə. 115-ə bir dənə son olaraq baxaq. 115-ci testdə isə government, hökumətdən söhbət gedir. Və burada artıq belə deyək, biz substantivləşmiş isim görürük. Homeless, evsizlər, poor, kasıb, yəni kasıblar. Artıq demişdik ki, D artiklı üstə gələk sifət olarsa, artıq o substantivləşir, yəni isimləşir və isimləşən zaman mütləq Z artiklına işlənməlidir. Biz də baxırıq ki, evsiz, homeless, evsizlər və kasıblar sözü hər ikisi Z, bir dənə C variantındadır və çox rahat sayda. Qabağa da isə hökumət müəyyən olunmuş şəkildə ifadə olunduğuna Z government deməliyik. Düzgün cavab olur C variantı.